Qatır Məmməd filmində səhv olduğunu bilirsiniz. Bu kadrlara baxın. Qulaq asıram. Əlahəzrət Kraliçanın Azərbaycandakı ordusunun komandanı General Thompson məni sizin yanınıza göndərib. Bu səhnədə General Thompsonun elçisi Qatır Məmmədlə danışanda səhvə yol verir. Elçini kimin göndərdiyi barədə məlumat verəndə Əlahəzrət Kraliçə deyir ki, bu da Azərbaycan dili baxımından səhvdir. Qadın dövlət başçısına və kraliçaya Əlahəzrət yox, Ülyahəzrət deyilməlidir. Bu məqam filmin redaktorunun diqqətindən qaçmış ola bilər. Ancaq daha böyük bir səhv də var. Filmdə hadisələr 1918-1919-cu ildə keçir. Həmin dövrdə isə Böyük Britaniyada idarəçi kraliçə yox, kral olub. Kral 5-ci George 1910-1936-cı illər arasında hakimiyyətdə olub. Böyük ehtimalla film çəkiləndə kraliçə 2-ci Yelizabetin hakimiyyətdə olmasına görə fikir vermədən teksti yazıblar. Bəs bu səhnədəki aktyorları kim tanıdı?